Növbəti izahımız, növbəti mövzumuz məzmun xətti. Məzmun xətti. Biz məzmun xətti nədir? Biz eyni zamanda məzmun xəttinə uyğun olan, eyni zamanda nəyi keçmişik? İnkişaf sahələrinə. Bax, inkişaf sahəsi sözü bizim qarşımıza həm inkişaf sahəsi kimi, həm də məzmun xətti kimi çıxa bilər. Mən neçə inkişaf sahəmiz var deyəndə siz nə deyirsiniz? 4 deyirsiniz, elə deyilmi? Mən neçə məzmun xəttimiz var deyəndə də nə deyəcəksiniz? 4. Ay sağ ol. Və yaxud da mən desəm, ikinci məzmun xəttə hansıdır desəm, nə deməlisiniz? İdraki inkişaf sahəsi, elə deyilmi? Və yaxud da desəm, ikinci inkişaf sahəmiz hansıdır deyəcəksiniz idraki. Deməli, məzmun xətti eyni zamanda nədir? İnkişaf sahəsidir. Bəli, inkişaf sahəsidir. Bu oldu məzmun xətti. Bax, məzmun xətti, biz bilirik ki, bizim 4 inkişaf sahəmiz var, elə deyilmi? Baş hərfləri belə yazacağım. Fiziki, idrak, estetik, bir də sosial. Bax, bunların 4'ü də məzmun xəttidir. Adi məqsəddən planda mövzudan məqsəd çıxardırsınız da. Yəni 5 yazırsınız mı? 6 yazırsınız mı? Yazmırsınız. Həmişə 1, 2, 3, 4. Bir də bu inkişaf sahələri həmişə neçənci yerdə duran rəqəmdir? Həmişə birinci yerdə duran rəqəmdir. Mən tutaq ki, 2-ni əvvələ keçirir, 1-i sonraya keçirə bilərəmmi? Bilmərəm. Həmişə deyirəm ki, məzmun xətti deməli dəyişməzdir. Ay sağ ol. Dəyişməzdir. O bizim ana xəttimizdir. Ana xəttimizdir. Bu oldu məzmun xətti. Bax, çox standarta rast gəlmişik. Tutaq ki, 2.3.2. Buna çox rast gəlib yazırsınız da, elə deyilmi? Məzmundan, mövzudan məqsəd çıxarında yazırsınız həlmələri, elə deyilmi? Belə yazırsınız. Bəli, alt standart. Bəli, buradakı 2 var ha, birinci yerə duran 2. Nə oldu? Məzmun xətti dəyişməzdir. Bəli. Hansı məzmun xəttimizdir 2? Adı nədir? İdraki. Bəli. 2 deməli, hansı məzmun xətti oldu? İdraki inkişaf sahəmiz. Bu oldu məzmun. Yəni, bu başda duran rəqəm var ha, birinci yerdə duran rəqəm, o məzmun xəttidir. O heç vaxt dəyişmir. Olduğu kimi qalır. Amma bu demirəm ha, birinci yerdə duran rəqəmdir deyə, o demək deyil ki, bu 1 olmalıdır. Xeyr, sadəcə olaraq birinci yerdə dayanmalıdır. Bu 1 ola bilər, 2 də, 3 də, 4 də. Məzmun xətti aydın oldu. Hə, əlləşmə. Yox, 4 dənədir, 4 dənə məzmun xətti. Ən qabaqda durduğumuz məzmun xətti inkişaf sahələrində necə deyirik? 1.1. O birinci inkişaf sahəsi. O məzmun xəttimizdir. Bunu başa düşdürün. Bəli, bunu başa düşdürün. İndi bizə maraqlıdır ki, yaxşı, bu məzmun xəttidirsə, onun yanındakı 3 nədir? Bax, bizə o maraqlıdır ki, yaxşı, mən bu birinci rəqəm dedim ki, bu oldu məzmun xəttidir, məzmun. Yəni, bilirik ki, hansı inkişaf sahəsindən istifadə edirik və necə? 2 nömrə, artıq riyaziyyatdır bəzən. Ay, sağ ol. Məntiq riyaziyyat. 2 də bəli. 3 də, o birisi 2 də afərin, bəli. Deməli, bax, 2 məzmun xəttidir. Hansı məzmun xəttidir? İdraki inkişaf. Əsas standart bilirsə, mən bilərəm ki, bu 2-1-dir, 2-3-dür, bilmərəm, elə deyilmi? Əsas standart isə nədir? Məzmun xəttinin bacarıqdır. Aydın olur mükəmməl. Məzmun xətti, bu standartları əzbər öyrənmək lazımdır. Bax, məzmun xəttini də elə öyrənəcəyik, mütləqə. Aha, deməli, 2 oldu məzmun xətti, eyni zamanda nə oldu? İnkişaf sahəsi, elə deyilmi? Deməli, birinci yerə duran rəqəm məzmun xəttidir. İkinci yerə duran rəqəm nə oldu? Əsas standart. Ay sağ ol. Əsas standart nə deyəcək ki, məzmun xətti üzrə görüləcək işi müəyyən edir. Yəni, bu idraki inkişaf sahəsi üzrə görüləcək işi müəyyən edir ki, görün mənim işim nədir? Yaxşı, Gönçə müəllimə, işi nədir bu üçün? Bu iş nə verir bizə? Cavab verməyin. Bu iş nə verir bizə? 2-1-lik idraki inkişaf sahəsidir, elə deyilmi? Bu əsas standartın oxunuşu nədir? O da riyazi. Ay sağ ol. Sadə riyazi əməlləri yerinə getirir. Deməli, inkişaf sahəsinin bacarıqları əsas standartdır. Aydın olur həmə müəllimə? Oxuduqca, baxdıqca bir dəfə bunun video izahını göndərəcəm, var video izahı. Bax, diqqətlə qulaq asın. Deməli, birinci yerdə duran rəqəm oldu məzmun xətti, eyni zamanda
sahəsinin bacarığıdır. Aydın oldu. Bax, burada heç mən desəm ki, ikinci məzmun xəttinin üçüncü əsas standartı hansını deyəcəksiniz ki, ikinci məzmun xətti idraki inkişaf sahəsidir, üçüncü bacarığı isə sadə riyazi əməlləri yerinə yetirir. Vəssalam. Və yaxud da birinci məzmun xəttinin həlmə birinci əsas standartı hansıdır? Nədir? Mən oxunuşunu deyim. Ay, sağ ol. Deməli, buradakı bir məzmun xəttidir, buradakı biri isə əsas standartdır. Adı elədir. Onun elmi dildə adı əsas standartdır. Eyni zamanda inkişaf sahəsinin bacarığıdır. Aydın oldu. İndi bildik ki, bax, 2 oldu məzmun xətti, 3 oldu əsas standart. Bəs bu nədir? Bu sonuncu rəqəm nədir? Bu isə alt standartdır. Bax, alt standart daima dəyişir. Daima. Əsas standart bəzən o da dəyişmir, bəzən dəyişir. Amma alt standart həmişə dəyişir. Çünki dəyişir. Sağ ol, bəli. Bax, məsələn, ikinci dedik ki, idraki inkişaf sahəsinin bacarığı sadə riyazi əməlləri yerinə yetirirdi. Elə deyilmi? Sadə riyazi əməlləri yerinə yetirir. Bax, burada 3-ə qədər saymanı bilir, yaza bilərəm, 5-ə qədər bilir, 10-a qədər bilir, əşyaların formasını, ölçüsünə görə müqayisə edir. Kvadratı, məsələn, bilir ki, kvadratın neçə tərəfi var, üçbucağın neçə təpəsi var. Yəni, bunların hamısı alt standartda özünü göstərir. Aydın oldu. Hə, mətanət gəlmə. Aydın oldu. Deməli, birinci yerdə duran rəqəm məzmun xəttidir, yəni inkişaf sahəsidir. İkinci yerdə duran rəqəm əsas standartdır, yəni inkişaf sahəsinin bacarığıdır. Üçüncü yerdə duran rəqəm isə alt standartdır, yəni həmin bacarıqdan doğan bacarıqlardır. Aydın oldu, alt standart aydın olmadı yəni. Alt standart aydın olmadı. Onu hardan təyin edirik, necə qoyacaq? Məsələn, mən standartı özüm yaradıram deyək də, plan yazanda. Və məsələn, tutaq ki, bugün keçibsiz uşaqlara, məsəl üçün, belə deyəmlər, 5 dairəsində hesablama keçibsiz, elə deyil mi? Onun standartını tez 5 deyən kimi tez bu ağlınıza gəlir də sizin 2.3-cü sadə riyazi deyək. Bu məzmun xətti ağlınıza gəlir, bu əsas standart. O 5-ə, bax, mən deyirəm ki, məsələn, 2.3 nəyi bildirir deyəndə siz mənə deyirsiniz ki, 5 dairəsində, onu demirsiniz, elə deyil mi? Onu alt standartda ortaya çıxardırsınız. Hər qrup üzrə. Orta qrupsa 5 yazıram. Yazıram 5. Ay, sağ ol. Böyük 3 yazıram daha doğrusu. Böyük qrupsa 5 yazıram. Məktəbə az qrupsa 10 yazıram. Aydın oldu? Yaxşı, bu sadə riyaziyyatda belə yazılır. Başqa nələrdə? Başqa, məsələn, tamam. Bax, tutaq ki, savad təlimi məşğələsidir. Yazıram ki, bax, savad təlimi məşğələsi hansı standartla götürülür? Əsasən 2.1-lə. Deyirəm ki, tutaq ki, əşya və hadisələr haqqında məlumatlıdır da, bunun açılışı budur. Buradakı alt standart nədir? Bax, məsələn, yağış necə olur ki, yağır bilir. Və yaxud da fəsillər haqqında məlumatlıdır, heyvanlar haqqında danışır, göstərir şaxələ dəyişir də. Və yaxud da quşlar haqqında danışır, bitkilər haqqında danışır. Bax, bu olur alt standart. Onu biz əzbər yadda saxlayırıq. Yox, əsas yadda saxlamaq lazımdır. Məzmun xəttinin əsas standartı. O halda mümkün deyil. Yaxşı, nə yazacağım bura? Hə, Bizim standartlar cədvəli standart cədvəli. O standart cədvəli, bunu əzbər bilməyə ehtiyac, əzbər öyrənmirsiniz, öyrənmək mümkün də deyil. Sadəcə yazanda onu bəli, bax, bu, məsələn, belə deyək də, 1, 2, 3, 4. Bunu inkişaf sahibi, birinci yerdə duran rəqəmi 5 yaza bilərəm, bilmərəm, elə deyil mi? Bax, hər inkişaf sahəsinin ən çoxu neçə bacarığı var? 3 bacarığı var. Heç görmürsünüzmü yazaq 1.4.2? Yox. Görməzsiniz. 1.2.7 yazmışım. Amma 9-a kimi gəlir bu. Alt standart 9-a kimi dəyişir. Bəli. Alt standart dəyişir. O da əsas standartda görüləcək işi müəyyən edir. Ay, sağ ol. Baxın o nə işdir də? Məsələn, əgər 1.2-dirsə, 1.2 nədir? Gigiyena qaydalarıdır da. Bax, mən deyəndə ki, 1.2 nədir? Deyirsiniz ki, masa arxasında davranış gigiyena qaydaları. Heç deyirsinizmi ki, 1.2 əllərini yumaqdır? Demirsiniz, bir də uzatmırsınız. Uzadırsınızsa alt standart. Aydın olur. Aha. Bu belə. İndi bunu da bilmirəm, indi qarışıq yazdım, nə şəkil, nə anlamaq olacaq, amma belə İzahlarının videosu vardı. Aha, izahdan açıq baxarsınız. Özünüz üçün Deməli, alt standartında işi nədir, funksiyası nədir? Bax, məzmunu dəqiq müəyyən edir, integrativliyi dəqiq müəyyən edir, strategiyanı dəqiq müəyyən edir. Yəni,
Artıq bu bacarıqda, bu yəni əsas standartda görüləcək işlərin hamısını alt standart müəyyən edir. Aydın olur? Hocayı anlaşdırma. Aysa, mövzum dəqiq. Standartlar Bir dəqiqə gözləyir. Bir də məzmun xətti sözündə rast gələcəyik, bunu silirəm. Məzmun standartı sözünə. Məzmun standartının sadəcə olaraq tərifini bilirsiniz, öyrənməlisiniz. Neçə hissəyə bölünür, onu öyrənməlisiniz. Bir də onlar nələrdir, ona baxacağıq. Baxın, məzmun standartı nədir? Məzmun standartı nədir? Məzmun standartı uşağın bilik və bacarıq hissəsinə qoyulan dövlət tələbləridir. Məzmun standartı uşağın bilik və bacarıq hissəsinə qoyulan dövlət tələbidir. Yazacağım bunu. Bacarıq hissəsinə qoyulan dövlət tələbidir. Dövlət tələbidir. Bəs bilik nədir? Bilik nədir, bacarıq nədir? Bilik, bilik öyrəndiyimdir, ən yaxşı mükəmməldir, sakit durur. Öyrəndiyimiz, mükəmməldir. Bilirəm, başa düşürsünüz. Bacarıq isə necə öyrəndiyimi, necə nümayiş etdirməyimdir. Nümayiş etdirir. Deməli, birlikdə mən uşaqlara tutaq ki, A hərfini öyrədirəm. Necə ki, üfüqi inteqrasiya ilə əlaqələndirək. Bax, ikisini birlikdə üfüqi inteqrasiya yazaq bura. Üfüqi inteqrasiya. Necə ki, bax, birlikdə öyrəndiyimiz A hərfini öyrədirəm, bacarıqda isə nümayiş etdirir. A hərfini uşaqlar plasterindən işləyirlər. Aydın oldu? Plasterinlə işləyir. Və salam. Bu da belə. Aydın oldu? Tamam. Deməli, bəli, məzmun standartının tərifini bilməliyik. Bir də hansılar, yəni bilik nədir, bacarıq nədir, onu bilməliyik. Deməli, məzmun standartı uşağın bilik və bacarıq hissəsinə qoyulan dövlət tələbidir. Bilik nədir, öyrəndiyimiz, bəs bacarıq nədir, öyrəndiyini nümayiş etdirir. Bilikdə A hərfini öyrədirəm, bacarıqda A hərfini plasterinlə işlədirəm. Bayaq dediyimiz əsas standartla alt standart da məzmun standartının növləridir. Əsas və alt standart. Bayaq izah etdiyimiz əsas və alt standart məzmun xəttinin növləridir. Amma məzmun xəttinin tərkibində nələr var deyəndə bilik və bacarıq deyəcəyik. Aydın oldu? Bu da məzmun standartı, məzmun xətti.